İmam Baqir əleyhissalam buyurur ki, 4 şey cənnət xəzinələrindəndir. O qədər önəmlidir ki, bunu cənnət xəzinələrindən adlandırır Həzrət İmam Baqir əleyhissalam. Birinci əməl bu əməldir ki, insan gərək ehtiyacını gizli saxlayar. İnsan gərək öz ehtiyacını, hər nə problemləri var, hər qapıda onu açmayar, hər qapıda onu ərz eləməyər. Demək ki, mənim filan problemim var, filan müşkülüm var. Onu hərdən yerdə açıq demək olmaz. Allaha gərək insan öz ehtiyacını Allaha ərz eləyər. Allahla razı dil eləyər. Allahdan istəyə, Allah vasitələri qabağına çıxardacaq. Amma Allahı bir kənara qoyub, insan gedib başqa qapılarda, başqa yerlərdə öz ehtiyacını iqrar eləsə, bu Allaha xoş getməz. Allah təbarək və Teala hədis-i qudsidə buyurur ki, and olsun mənim Allahlığıma, izzətimə, cəlalıma. Bir nəfər məndən başqasına ümid bəsləsə, desə ki, mənim işim ancaq filan kəs düzəldə bilər. Gedib onun qapısına ona müraciət eləsə, deyir ki, onun bütün ümidlərini puça çevirərəm. Gərək insan bu sahədə diqqətli ola, ehtiyacını hər kəsin yanında açma, ehtiyacını hər bir kəsin yanında dilinə gətirmə. Allah səni yaradıb, Allah sənin hər gününün ruzisini sənə çatdıracaq.